Hər vaxtınız xeyir, dəyərli Azərfilm izləyiciləri, əziz həmvətənlər. Bu günlərdə Azərfilm müəllifi, sahibi, aparıcısı Qurban bəyin işləri olduğundan o xahiş etdi ki, biz onu əvəzləyək və bir günü, yəni bu günü mən öz üzərimə götürmüşəm. Artıq siz gördünüz başlıqdan ki, biz çox vacib bir məsələni müzakirə etmək istəyirik bugün. Mövzu həqiqətən çox aktualdır. Azərbaycan üçün olduqca ciddi bir mövzudur, əhəmiyyətli bir mövzudur. İşgəncələr mövzusu. Və elan olunduğu kimi Azərbaycan Xalq Parlamenti Rəisət Heyətinin üzvü Namizəd Səfərov hüquqşünas, hörmətli hüquqşünasımız Namizəd bəy də qoşulmalıdır verilişə. Ümid edirəm bir qədər sonra qoşular. Odur ki, hamınızı verilişi bəyənməyə, paylaşmağa və kanala abunə olmağa dəvət edirəm. Niyə biz bu mövzuya müraciət etdik? İzləyənlər bilirlər, keçən şənbə günü Azərbaycan Xalq Parlamentinin növbəti sesiyasında işgəncələrlə bağlı çox geniş bir müzakirə oldu. 4 məruzəçinin iştirakı ilə, yəni 4 parlament üzvü, əsasən parlamentin rəhbərləri bu barədə məruzə elədilər və onun müxtəlif aspektlərini diqqətə çatdırdılar, müzakirə getdi bunun ətrafında və bu təsadüfi deyildi. Bu ona görə təsadüfi deyildi ki, Azərbaycanda işgəncələr artıq adi bir praktikaya çevrilir. Azərbaycanda işgəncə ilə bağlı elə bir vəziyyət yaranıbdır ki, bunu sözlə ifadə etmək qeyri-mümkündür. Və çox təəssüf ki, total işgəncə tətbiq olunan ölkədə faktiki olaraq buna etiraz səsləri eşidilmir. Yəni, nə ölkədəki siyasi partiyalar, nə ziyalılar, nə ayrı-ayrı fəallar bu məsələnin üzərinə ardıcıl olaraq getmir. Yəni, mən özümüz də bu siyahıdan çıxarmıram. Burada bizim də günah payımız var. Və məhz həmin səbəbdən də işgəncələr Azərbaycanda artıq legitimləşib. Yəni, legitimləşib hələlik hüquqi baxımdan yox, amma ictimai baxımdan, insanların şuurunda özünə yer eləmək baxımından faktiki olaraq legitimləşib. Psixoloji olaraq legitimləşib. Yəni, Azərbaycan insanı düşünür ki, polisə düşdünsə sənə işgəncə verəcəklər və az qala bununla da hesablaşıb, öz taleyi ilə barışıb ki, polisə düşürsənsə sənə işgəncə verilirsə, burada qeyri-adi heç nə yoxdur. Halbuki işgəncə insanlığa qarşı, insan ləyaqətinə qarşı, insan adına qarşı ən ağır cinayətlərdən biridir. Mən həmin parlament dinləmələrində məruzəçilərdən biriydim və işgəncələrin sosial, psixoloji aspektləri və onlara qarşı ictimai mübarizə mövzusunda çıxış edirdim. Çıxışdan əvvəl geniş bir araşdırma apardım. Hərçənd işgəncə mövzusu mənim üçün yenilik deyil. Yəni, işgəncələr haqqında hələ 2009-cu ildən başlayaraq mənim ilk dəfə işgəncə mövzusuna toxunduğum Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terrordan sonra həmin terroru təşkil etməkdə, həyata keçirməkdə saxta ittihamla həbs olunmuş 4 gəncə qarşı tətbiq olunan işgəncələr, bax, bütün o cinayət ətrafında xeyli yazılarım olub, çıxışlarım olubdur. Amma işgəncələr Azərbaycanda hər zaman olub. Yəni, ən azı son 30-32 ildə Azərbaycanda işgəncə total şəkildə həyata keçirilib. Bu xatırlada bilər. 93-cü ilin iyun qiyamından sonra. Ondan sonra bilirsiniz ki, Sürət Hüseynov kənarlaşdırıldı hakimiyyətdən və onun tərəfdarlarına, hətta Sürət Hüseynovla salam əleykimi olmuş şəxslərə belə işgəncələr kütləvi şəkildə tətbiq olundu. İlk növbədə də Gəncə polis idarəsində. Çox ironikdir ki,
həmin o cinayətlərin başında duran Natiq Əfəndiyev idi, səhv eləmirəmsə onun soyadı, polis rəisi. Sonradan o həbs olunanda Azərbaycanda bəzi hüquq müdafiəçiləri onun bütün o iyrənc cinayətlərini diqqətdən kənara qoyub onu siyasi məhbus elan edildilər. Təsəvvürünüzə gətirin. Bundan sonra Azərbaycanda işgəncələr kütləvi şəkildə amonçulara tətbiq olundu. Ən eybəcər şəkildə tətbiq olundu. Yəni amonçuların ailə üzvü qadınları gətirib hansısa bir residivist cinayətkarla bir kameraya salmaq və bu yolla onlardan ifadə almaq, bu yolla onları istintaqın ittihamı ilə razılaşmağa imza atmaq, bax bu məqsədlərlə ən ləyaqətsiz cinayətlər törədildi və təbii ki, fiziki işgəncələr də öz yerində. Bundan sonra 2000-ci ildə bilirsiniz ki, parlament seçkilərinin ardınca Şəkidə çox böyük, izdihamlı bir miting oldu, etiraz mitingi. Orada Bandaddel deyilən mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsi, Daxili İşlər Nazirliyinin, amma elə onun adı Bandaddeldir, çünki bandit addelidir, bandit şöbəsidir. Həmin şəxslər, o əməkdaşları o idarənin kütləvi işgəncələr tətbiq elədilər. O cümlədən insan ləyaqətini alçaldan işgəncələr. Amma bunların demək olar ki, heç biri ictimailəşmədi. Və bu proses belə də davam etdi. Nə qədər polisdə, MTN-də, başqa-başqa yerlərdə işgəncələrdən ölən, öldürülmüş işgəncə yolu ilə şəxslər oldu. Adını qoydular, pəncərədən özünü atıb və s. Bu barədə də danışacağıq. Və nəhayət biz gəldik Azərbaycanda dünyada işgəncələrlə bağlı pis mənada əlbəttə nümunə ola biləcək Tərtər dövlət qətliamını özləşdir. Tərtər dövlət qətliamı bu mənada dünya praktikasında analogu olmayan, inanın bir işgəncədir. Söhbət təbii ki, müasir dövrdən gedir, 21-ci əsrdən gedir. Yəni, IŞİD işgəncələr verib, nə bilim, Əl-Qaidə, başqa-başqa dövlətlər, diktaturalar. Amma bu miqyasda işgəncə, yəni 2000-ə də insana işgəncə verirlər, özü də saxta bir ittihamla, saxta hansısa ehtimallarla belə bir şey. Mən o zaman araşdırdım. Tərtər qətliamı haqqında ilk yazılarımı yazanda mən araşdırdım, gördüm dünyada belə şey olmuyor ümumiyyətlə. Yəni bunlar hamısı işgəncənin artıq belə deyək və bu dinamika göstərir ki, işgəncənin miqyası böyüyür Azərbaycanda və işgəncə artıq təhlükəli bir silaha çevrilir. O onsuz da təhlükəlidir, zaten təhlükəlidir. Amma dediyim kimi işgəncə təkcə fiziki işgəncə deyil. İşgəncələrin mənəvi, psixoloji işgəncə formaları da var. İşgəncə ümumiyyətlə cəmiyyəti idarə etməyə yönəlmiş bir alətdir və ən dəhşətlisi odur ki, əgər biz bu sadaladığım dövrdən bu günə, 94-cü ildən, 93-cü ildən bu günə, 32 il ərzində baxsaq, bir şeyin şahidi olarıq. Məsələn, həbsə düşmüş insanlar məhkəmədə deyirlər ki, onların vəkilləri və sədat qaldırır məhkəmə qarşısında ki, adama işgəncə verilibdir və işgəncənin əlamətləri də var bədənində. Filankəslər, məsələn, hansısa polis əməkdaşları və prokurorluq əməkdaşları dəvət olunsun məhkəməyə, məhkəmə vəsatəti rəddi bir qayda olaraq. Və bunun nəticəsidir ki, Azərbaycanda Tərtər qətliamı xaric, o barədə ayrıca deyəcəm, heç bir işgəncə faktına dair bir nəfər belə həbs olunmuyor. Diqqət yetirin. Artıq nəhəng bir o kriminal əməllərdə, nəhəng bir segmenti tutmuş işgəncəyə dair Azərbaycanda bir nəfər də nə istintaqa cəlb olunmuyor, nə tutulmuyor, nə də mühakimə olunmuyor. Qəribədir, elə deyilmi? Nədir bunun səbəbi? Bu barədə bir qədər sonra, çünki burada haşiyə çıxmalıyam. Tərtər qətliamında isə işgəncələrdə ən adi iştirakçılar, yəni işgəncə verənlər cinayət məsuliyyətinə cəlb olundu. Baxmayaraq ki, orada 14 ölüm hadisəsi, ən azı 14 hadisə, ölüm hadisəsi, qətl hadisəsi baş verib. Bir
Hətta ehtiyatsızlıq üzündən ölüm ittihamı belə verilmədi. 6 il, 5 il, 8 il, 9 il, biri 10 il iş aldı, bitdi məsələ. İndi isə burada bir paralel gətirəcəm. Dostlar, bu günlərdə Sarıcalı soyadlı bir nəfər həbs olundu. Daha doğrusu məhkəmə qarşısına çıxarıldı, Bakı Ağır Cinayətlər Məhkəməsi. Deməli, onun atası deputat Fazil Mustafa'ya sui-qəsdə görə ömürlük həbs cəzası. İndi oğluna həmin ittihamı verirlər. Niyə? Çünki oğlu atasının həbsinə etiraz edirdi. Necə olur ki, sui-qəsd olub, heç kim onu alqışlamır. Amma ölüm hadisəsi olmayıb, ağır xəsarət alma, yəni əlillik gətirən bir xəsarət olmayıb, adama ömürlük həbs cəzası verilir, amma tərtərdə qətl törədən, insanları öldürən, özü də məqsədli şəkildə öldürən, yəni adamı 3-cü mərtəbədən atıb öldürürlər. Bilirsiniz, o istintaqa aparan Qasım Məmmədov bir nəfərə nə demişdi bu barədə? Demişdi ki, məqsədləri öldürmək olsaydı, ora həkim gətirməzdilər. Diqqət yetirin. Görün necə cilddən cildə girirlər, dondan dona girirlər, necə riyakarlıq, necə simasızlıq eləyirlər ki, yalnız işgəncələrə bəraət qazandırsınlar. Onları örtbasdır eləsinlər, işgəncə təşkilatçılarını cəzalandırmasınlar. Niyə? Bunun səbəbi nədir? Səbəb budur ki, ümumiyyətlə işgəncə və özəlliklə də kütləvi işgəncə, yəni 2 nəfərdən artıq söhbət gedirsə, bu kütləvi işgəncədir. Dövlət tərəfindən törədilmiş cinayət olur. İstənilən bir ölkədə Bəşər Əsəd olsun, Qəddafi olsun, Mübarək olsun, İlham Əliyev olsun, hər birinin ölkəsində Putin olsun, Netanyahu olsun, törədilən işgəncələrin hamısı məhz dövlət tərəfindən törədilmiş cinayətdir. Buna görə dövlət neymiş? Dövlət özünü ittiham eləməyəcək. Dövlət o işgəncələri, törədənləri ittiham eləməyəcəkdir ki. Xeyr, eləməyəcəkdir. Buna görə dövlət nə edir? Dövlət çalışır işgəncələri örtbasdır eləsin. Amma burada başqa bir səbəb də var. Söhbət təkcə cinayəti ətrafdan getmir. Söhbət ondan gedir ki, əgər işgəncələr kütləvi tətbiq olunursa və onlar həm fiziki, həm psixoloji, həm mənəvi xarakter daşıyırsa, deməli işgəncə artıq mühüm bir siyasi təsir vasitəsidir. Və işgəncəyə görə kimisə mühakimə eləmək, o təsir vasitəsini sıradan çıxarmaqdır. Deməli, hakimiyyət artıq siyasi hakimiyyət səviyyəsində qərar verilir ki, işgəncə bir vasitədir, işgəncəyə toxunulmasın və s. İndi mən bir hadisəni də sizə xatırlatmaq istəyirəm. Kiçik Nərminin hadisəsi. Hadisəsi niyə deyirəm? Çünki biz bilirik, o doğrudan mı qətlə yetirilib, kim tərəfindən qətlə yetirilib? Bilirsiniz ki, orada o tapılan hadisə yerində yandırılmış hələ o cəsədin də kimə aid olduğu xeyli suallar doğurur. Gəncə Ağır Cinayətlər Məhkəməsində, xahiş edirəm məhkəmə sözünü dırnaq arasına götürün. Çünki bu yaramaz qurum Tərtər qətliamında da öz iç yüzünü göstəribdi. İlkin Süleymanovun vəkilləri dönə-dönə vəsadət verirlər ki, Şirzad, soyadını unuttum, səhv eləmirəmsə Əskərovdur. Həmin dövrdə Tovuzda polis rəisi olmuş şəxs məhkəməyə çağırılsın. Çünki İlkin Süleymanov ifadələrində deyir ki, ona işgəncə veriblər və polis rəisi özü bu işlərdə iştirak edir. Məhkəmə vəsadəti rədd edir. Burada balaca bir detal var. Həmin dövrdə artıq Şirzad Əskərov polis rəisi deyildi. O pensiya göndərilmişdi. Şirzad Əskərov, tam məsuliyyətlə deyirəm bunu, Nərmin cinayətinin əsas təşkilatçılarından biri və bəlkə də birincisidir. Məhkəmə bunu dəvət eləmir. Dəfələrlə, dönə-dönə vəkillər vəsadət qaldırır, məhkəmə vəsadəti rədd edir. Niyə? Nədir bunun səbəbi? Səbəbi çox sadədir. Əgər Şirzad Əskərov ora gətirilsə və onun cinayəti orada
sübut olunsa, sabah başqaları işgəncə törətməkdən imtina eləyəcəklər. İşgəncə tətbiq etməkdən imtina eləyəcəklər. Niyə? Ona görə ki, düşünəcəklər bir qədər sonra onları da məhkəməyə çəkə bilərlər, istintaqa çəkə bilərlər. Bir söhbət insanı həbs eləməkdən getmir təkcə, əgər elələrində insan demək olarsa. Söhbət ondan gedir ki, bu insanlar işgəncə ittihamı ilə kiminsə boynuna törətmədiyi cinayəti qoymaq üçün insan ləyaqətini alçaltdıqlarına görə, bax, bu söz-söhbət mediada yayılanda, ictimailəşəndə nə baş verir? İstər-istəməz bu insanlar sıxıntı yaşayırlar. Onlar artıq başa düşürlər ki, onlar ictimai diqqət mərkəzindədirlər. Onların ailə üzvləri narahatlıq keçirir. Keçirir, bəli. Düşünməyin ki, keçirmirlər. Siz təsəvvür edirsinizmi ki, məsələn, bir polis rəisi, hansının ki, qarşısında bir rayon, nə bilim, bəlkə 2 rayon, baş əyir, heç kim ona bir söz demir. Birdən o ictimai qınaq predmetinə çevrilir. Onu söyürlər də, təhqir eləyirlər də, aşağılayırlar da, onu cəzalandırmağı tələb edirlər də və bu onlar üçün faciədir. Həqiqətən faciədir. Ona görə məhkəmələr onları himayə eləyirlər. Məhkəmələr onları qoruyurlar. Bu dövlət siyasətidir. Bu hansısa məhkəmənin öz başına qərarı deyil. Məhkəmənin belə qərar ola bilməz. Bəs sual olunur ki, bu halda biz nə etməliyik? İşgəncələrin ictimailəşdirilməsi, onların detallı olaraq insanlara çatdırılması nə dərəcədə effektivdir? Burada çox qəribə bir münasibət var bu məsələyə. Deməli, əgər biz beynəlxalq ekspertlərin fikrinə, rəyinə diqqət yetirsək, nəyin şahid olar? Birinci görərik ki, bir qrup qəti şəkildə deyir ki, işgəncə faktlarını, detallarını daha dəqiq desək, ictimailəşdirmək olmaz. Ona görə ki, bu cəmiyyətdə qorxu yaradır və işgəncəni alət kimi istifadə edən hakimiyyətlərin marağına xidmət edir. İkinci bir qrup, daha böyük bir qrup hesab edir ki, elə deyil. Mütləq ictimailəşdirilməlidir, bütün detallar ictimailəşdirilməlidir və yalnız bu halda dövlət cəmiyyətdən gələn, hətta pasiv reaksiyanı görür və məcbur olur ki, müəyyən addımlar atsın. Sual versəz ki, mən burada hansı mövqedə dururam, hansı mövqedən çıxış edirəm? Təbii ki, ikinci. Və bizim əlimizdə bu barədə sübut da var. Dəyərli izləyicilər, xahiş edirəm verilişi bəyənin, paylaşın, qoy bizə baxanlar çox olsun və məlumatlı olanlar da təbii ki. Yəni, bunun özü bir ictimailəşdirmədir. Demək, Tərtər qətliamı törədildi. Tərtərdə bilirsiniz. Bu günəcən də rəqəm bəllidir. 2000-ə yaxın insan, bəlkə də çox, işgəncələrə məruz qalıb. Hər halda prokurorluq təkrar istintaq təyin eləyəndə neynədi? Birinci gəldi, məhz Azərpridom efirindən, digər efirlərdən çıxış etmiş şəxsləri, zərər çəkmişləri dəvət elədi istintaqa. Qalan heç kimi dəvət eləməyiblər. Heç özləri üçün də müəyyənləşdirməyiblər ki, orada kimlər olubdu, neçə nəfər olubdu. Bəlkə də müəyyənləşdiriblər, bunu gizli saxlayırlar. Çünki məqsəd cinayəti açmaq deyildir. Cinayətə hüquqi qiymət vermək deyildir. Məqsəd cinayəti örtbasdır etməkdir. Hatırlayırsınızsa, bax bu efirdən həmin dövrdə təkcə o cinayətlər haqqında, onun detalları haqqında bizlər danışmadıq. Zərər çəkmişlər, özləri açıq şəkildə danışdılar. Diqqətinizə bir şey çatdırmaq istəyirəm bu yerdə. Seksual xarakterli işgəncələr. Yəni, insanların zorlanması, zorlanma ilə təhdid olunması və s. Bunlar Azərbaycanda kütləvi xarakter alır. Bugün həbs olunan dindarların bir çoxundan belə xəbər gəlir ki, onlara nəyəsə qol çəkdirmək üçün deyirlər ki, səni zorlayacaq və yaxud zorlayacaq. Qol çəkməsin. O məcbur olur, istənilən ittihama qol çəkir. Artıq bu bir alət kimi istifadə olur. Və biz hətta bu detalları da aşkarladıq.
təbii ki, ilk növbədə zərər çəkmişlərin özlərinin etirafları ilə. Yəqin bir qədər yaşlı nəslin nümayəndələri xatırlayar. Niyə insanlar bax bu cinayətlərə məruz qalmış, bu cür zorakılığa məruz qalmış insanlar bu barədə danışmırdılar? Niyə? Çünki Azərbaycan cəmiyyətində bir anormal yanaşma var idi. Həmin adamı hədəf alırdılar ki, sənin başına filan iş gətiriblər, səni filan ediblər, amma onu edənlər qınanılmırdı. Biz bu stereotipi darmadağın elədik. Biz bu yanaşmanı məhv elədik. Bu anormal yanaşmaydı. Bu ruhi sarsıntı məhsuluydu. Bu insan yanaşması değildi. Gəlin sadə bir sual verək özümüzə. Hansı birimiz, tutalım ki, polis tərəfindən şərlənib aparılmışıq, hansı birimiz belə bir taleydən qaça bilərik, belə bir hadisə ilə üzləşməkdən qaça bilər? Nə edəcəksən? 5 nəfər, 6 nəfər səni bağlayırlar, əlini, ayağını döyürlər, zəiflədirlər, taqətdən salır və zorlayırlar. Kim bundan canını qurtara bilər? Bir dəfə bir həmvətənimiz mənə dedi ki, onda geçsin intihar eləsin. Niyə intihar eləsin? Mən deyərdim ki, o geçsin onu eləyənləri öldürsün. İntihar niyə eləyir ki? Nəyə görə? Və biz artıq Azərbaycanda bu məsələdə, bu məsələyə yanaşmada əsaslı dəyişikliyə nail olduq. Və həmin əsaslı dəyişikliyə nail olmağımızın ən böyük səbəbkarı hamınızın yaxşı tanıdığınız İlham Aslanoğlu'dur. Ben İlham Bey'i buradan bir daha salamlayıram. İlham Bey həqiqətən titanik bir iş gördü. Elə böyük bir iş gördü ki, dostlar, asan gəlməsin sizə. Hərbiçini danışdırasan və inandırasan ki, o bunu etiraf eləməlidir. O bunu deməlidir. Və o zaman yəqin xatırlayırsınız, bu cinayətkarların xidmətində duranlar, ondan sonra o hakimiyyətin sifarişli, muzlu əlaltıları nəyə başladılar? Ayıbdır. Bunlar niyə danışılsın? Bu nədir? Azərbaycan kişisinə qarşı. Deməli, Azərbaycan kişisini zorlamaq ayıb deyil, amma bunu aşkarlamaq, bunu ifşa eləmək ayıbdır. Məntiqə baxın ha. Məntiq deyil təbii. Burada heç bir məntiqdən söhbət gedə bilməz. Və həmin adamlar bir dəfə də olsun o əməli törədənlərin ünvanına bir kəskin ifadə işlətmirdilər. Mən yaxşı xatırlayıram, bu Elşad Musayev deyilən bir məxluq var. İndi parlament aparıb soxuşdurublar. Bu adam deyirdi kefirdən. Siz nə danışırsınız? Belə şeyləri danışmaq olar. Bizə dünya baxır, ermənilər, nə bilim nə. Amma bu adam o cinayəti törədənlərin ünvanına bir dənə də olsun tənqidi fikir səsləndirmirdi. Mən Namzəd bəyi salamlayıram. Namzəd bəy efirdədir. Namzəd bəy, hər vaxtınız xeyir. Hər vaxtınız xeyir. Mən istəyirdim ki, biz sizlə bu mövzuda bir polemik aparaq. Bilmirəm, siz dinlədiniz mənim çıxışımı. Namzəd bəy, bəli, Azərbaycanda sizin fikrinizcə işgəncələr artıq ictimai şuurda legitimləşibmi? Mən hesab edirəm ki, legitimləşib. Yeri gəlmişkən burada bir haşiyə çıxmağa məcburam. Üzr istəyirəm Namzəd bəydən də, izləyicilərdən də. Dostlar, bu mövzuya gəlməyimizin bir səbəbi də var. Siz bilirsiniz ki, Azərbaycanın ən çox nümunə götürdüyü ölkə Rusiyadır. Bugün də bu yalan söhbətdir ki, nə bilim, düşmən olublar, dalaşırlar bir-birinə. Mən əvvəl də demişəm, bugün də onun üzərində qalım. Kriminal razborkadır bu. Bu siyasət deyil. Azərbaycanla Rusiya arasında baş verənlər. Və yaxın zamanda görəcəksiniz. Yenə bir araya gələcəklər, yenə dodaq-dodağa öpüşəcəklər. Yenə məlum olacaq ki, Rusiya Azərbaycanın strateji partnyorudur və s. və ilaxır. Bunu görəcəksiniz. Rusiya Dövlət Duması Rusiyanın Avropa işgəncələrə qarşı konvensiyasının çıxması barədə qərar qəbul elədi və Vladimir Putin, prezident deyilən, həmin o hərbi cinayətkar da həmin konvensiyanın qərarı imzaladı. Bu nə deməkdir? Bu deməkdir ki, işgəncələr hüquqi baxımdan legitimləşir. Və biz başa düşdük ki, belə bir təhlükə Azərbaycanda da mövcuddur. Ona görə məhz Xalq Parlamentinin sesiyasına həmin mövzunu çıxardıq. İndi buyurun Namzəd bəy, sizi dinləyək. Siz məni görürsünüz? Bəli, görürük, eşidirik. Çox xoşdur sizi eşitmək.
Həqiqətən də bugün Azərbaycanda işgəncələr məsələsi həyatı bir vacib deyiləsi, aradan qaldırılası bir məsələyə çevrilibdir. Təkcə siz dediyimiz kimi o ölkəyə işgəncələr barədə söhbət həqiqətən də 2017-ci ildə Gəncədə Tərtərdə baş verən hadisələrlə daha çox gündəmə gəldi və ondan sonra siz qeyd etdiyiniz kimi bu işgəncələrin müxtəlif metodları ki, hansı ki zərər çəkənlər barəsində onların açıb ağardılması mümkün deyil və bu stereotipi də aradan qaldırdıq biz, açıldı hər şey. Çünki zərər çəkən elə bir məsələdir ki, yəni işgəncələrə məruz qalan insan o müqavimət göstərmək iqtidarında deyil. O düşmən əsirliyindədir və onun barəsində hansı əməlləri istəsələr törətməyə qadirdirlər. Namizəd bəyin internetində deyəsiz problem yarandı və problem görüntüdə artıq var idi, elə əvvəldən də. Gözləyək Namizəd bəy qoşulsun. Yəni, dəyərli izləyicilər, mənim demək istədiyim, hörmətli Azərbaycan ailəsi, o idi ki, işgəncəni artıq legitimləşdirmə praktikası başlayıb. Buyurun Namizəd bəy. Mənim fikirlərimdən çatdırılası olduğu Hamısı çatdı, bəli, hamısı çatdı. Hə, çox sağ olun. Demək, bugün əslində, gəlin biraz da dərindən baxalım. Azərbaycanda bugün işgəncə o qədər dərinə gedibdir ki, vallahi inanın mənə, Tərtər hadisələri ayrı faktlar kimi ortaya çıxmışsa, bugün Azərbaycanın istintaq və məhkəmə orqanlarında, ümumiyyətlə dövlət siyasətində mühüm bir amilə çevrilibdir. Dövlət siyasətinin aparıcı bir metoduna çevrilibdir. Nə deməkdir bu? Qəribə haldır, baxanda belə bugün polislə hər hansı bir ünsiyyətə girən insan var, onun yüzündən 99'u oradan çıxanda elə bir ki, bir əcdahanın ağzından qutarıb çıxıbdır. Siz görmüsünüz, sosial şəbəkələrdə yayırlar, polislər vətəndaşlarla hansı tonda danışırlar, nə amirəliklə danışırlar. Vətəndaş polislə üz-üzə gəlməkdən qorxur. Bunun əslində özü bir kütləvi işgəncədir. Qayının, dövlət yol müfəttişliyinin bugün şəhərdə özbaşınalığı elə bu ən geniş yayılmış bir işgəncə metodudur. Əlbəttə, müəllim, mən bir şeylə toxunmaq istəyirəm. Əlbəttə, bugün bizim işgəncə ilə bağlı söhbətimiz yalnız fiziki işgəncələrlə məhdudlaşmayacaq. Siz parlamentin keçən yığında da çox gözəl bir məruzə ilə çıxış etdiniz işgəncələrlə bağlı və burada digər dostlarımız da çıxış elədilər və burada belə bir məsələ qoyuldu ki, biz işgəncəyə yalnız bir fiziki təmasla yetirilmiş bir hadisə kimi baxmamalıyıq. Azərbaycanda bugün törədilən, yəni dövlətin idarəçiliyinin əsasına girmiş elə hadisələr var ki, bu fiziki işgəncə törədilməsə də bilavasitə, lakin kütləvi bir işgəncə törədilir. Kütləvi şəkildə bir işgəncə törədilir. Məsələn, adi bir şey deyim. Bu şəhərdə bilirsiniz, deməli, gecəsinə, gündüzünə baxmadan təcil yardım maşınları... Namizəd bəy, çox üzr istəyirəm. Buna işgəncənin ictimai legitimləşdirilməsi üçün psixoloji mühit yaradılması deyə bilərikmi? Bəli. Kütləvilik burada mühüm amil kəşf edir. Səbilirsiniz, bütün əhali də elə bir qəsdən, bax, mən bir neçə dəfə təkrar elədim, dövlətin idarəçilik metoduna çevrilibdir bugünkü gün işgəncə. Mən də onun bir hissəsini deyirəm ki, nə üçün, kim bunlara ixtiyar verib ki, bilmirlər gecədir, gündüzdür, o dövlət yol müfəttişi maşınları, sonra dediyim kimi post patrul xidməti maşınları, siqnallar, həm işıq siqnalları, həm də o həyəcan doğuran siqnallarla bütün şəhəri dolaşmaqdadırlar. Nə istəyirlər? İnsanlar, vətəndaş şəhərdə istirahət edir, gecədir, yatırlar və yatmasınlar da. Nə elə bir dövlət qəsdlə vətəndaşı bir həyəcan mühitində saxlayır. Mən bunu şəxsən işgəncə hesab edirəm.
Şəxsən mən bunu işgəncə hesab edirəm. Əhaliyə tətbiq edilən ümumi işgəncə. Tək-tək ayrı fərdlərə deyil, bütün xalqa təqdim edən, olunan. Ələsgün bəy, əslində baxanda vətəndaşlara, pensiyasılara ayda 220-300 manat pensiya verməyin özü onları işgəncə həyatında yaşamağa sövq etmək deməkdir. Şəxsən mən elə fikirləşirəm. İnsanı döyüb, baş gözünü dağıtmağa ehtiyac yoxdur. Sən onu ayda 220 manat, 300 manat pensiya verirsən və bunun həyatını işgəncə üzərində qurursan. Gəlin başqa bir şey deyək. Bilirsiniz, şəhər başlı-başına, başdan başa mağazinlərlə doludur. Kiçik, böyük mağazinlərlə doludur. Və bunların hər birində, mən deyərdim ki, Azərbaycanda işləyən əhalinin 50% bu mağazinlərdə işləyir. İşləyən real. Onlar 24 saat işləyirlər. Dünyanın heç bir ölkəsində belə şey yoxdur ki, insanlar 24 saat ərzində ayaq üstündə yatmaq bilmirlər. Bilmirəm, elə piştaxta arxasında bir 5 dəqiqə yatırlar onlar. Bütün gün işləyirlər. Bu, ümumi xalqa verilən işgəncə deyilmi? Bunu bəyəm görmürük biz. İnsanlar, insanın əmək hüququ var. O 6 saat işləməlidir. Qalan günü də 6 saat yatmalıdır, istirahət etməlidir. Bu, ailəsinə sərf etməlidir. Əhalimizin, baxın görün, neçə faizi həyatlarını bir gün yox, 2 gün yox, bu mağazinlərdə keçirirlər. Bu işgəncə deyil. Bunu kim aradan qaldırmalıdır? Gedin, xəstəxanalarda növbələrə baxın. Xəstələrin növbəsindən o xəstəxanalar dağılır, klinikalar dağılır. İnsanlar növbədə durub, üzr istəyirəm, qeyri-insani bir şəraitdə həkim növbəsi gözləyirlər xəstələr. Bəs bu işgəncə deyil. Və nəqdə, indi mən çox danışmayayım, bu məsələni əlbəttə ki, biz polemika üzərində quraq. Bilirsiniz ki, 2020-ci ildə birdən-birə hökumət 20 mindən artıq müxtəlif dərəcəli əlillərin pensiyasını ləğv etdi. Evdə oturub, özdə böyük bir məbləğ da almırlar, bilirsiniz də, 220 manat pensiya alan, pensiyasının 20 min nəfərinin, bu bir nəfər deyil, 2000 nəfər deyil, özdə sizə inandırım ki, o pensiya alan, bu birinci, ikinci, üçüncü qrup əlillərin ailə üzvləri ilə gözlərini bax bunun aldığı pensiya tikirlər. Birdən-birə onların pensiyası kəsildi. Bir nəfər fikirləşmir ki, qardaşım, biz bu şəxsin, qrup əlilinin pensiyasını kəsdik. Tutaq ki, orada hardasa o 50-lik dərəcəsini güya ki artıq veriblər. Və yaxud da ki, hal-hazırda qəbul edilmiş qanunvericiliyə görə 50-liyin kateqoriyaları aşağı salındı. Yəni, dünənə kimin çox asanlıqla ikinci qrup əlil hesab olunan vətəndaş, böyün iş üçüncü qrupda əlil hesab eləmədilər. Yeni kateqoriyalarla. Siz həkimsiz yaxşı bilirsiniz, məndən yaxşı bilirsiniz. Bəs fikirləşən yoxdur ki, buraxdılar hamısını taleyin hökmünə. Get, təzdən məhkəmədə iddia qaldır, özünə pensiya təyin etdir. O hələ gedib Azərbaycan məhkəmələrindən keçənə qədər, bəs o nə yeməlidir? Onun ailəsi nə ilə dolanmalıdır? Bu dövlət bunu fikirləşmir. Mən şəxsən bunu o 20 min əhaliyə, şəxsə və onun ailəsinə tətbiq olunmuş ən ağır işgəncə hesab edirəm. Kim necə başa düşür, düşsün. O fiziki işgəncələri qoyaq bir tərəfə. O ki qaldı, siz yaxşı bilirsiniz, Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının qəbul etdiyi bütün rəsmi sənədlərdə ki, hansı ki, Azərbaycan da həmin təşkilatların üzvü olaraq ratifikasiya edibdir bu sənədləri, hər birində insanlara qarşı işgəncə ən qadağan olunan insan hüquq və azadlıqlarını kobud sürətlə pozan başlıca amillərdən hesab olunur. İşgəncə. Bizim ölkədə isə işgəncə baş alıb gedir. Fiziki işgəncələrdə, mənəvi işgəncələrdə. Bunların qarşısını almaq lazım. Belə şeylər bizim əhali necə yaşayır? Mən bu gün oxumuşam, Moldaviyada bilirsiniz də, seçkiləri keçirildi, prezident seçkiləri keçirildi. Orada parlament seçkiləri. Sonuncu parlament seçkiləri. Bəli, seçkiləri keçirildi. Orada prezidentdən, xanımdan götürürdülər, müsahibə. Bu adam 2 otaqlı mənzildə yaşayır. Jurnalist soruşur ki, niyə görə siz prezident sarayları tütürmürsünüz? Soruşur, maşınız nədir? Deyir, maşınım
hardasa 2005-ci ya 2010-cu ilin köhnə bir maşınıdır. Özündən başını almır. Bizim prezident aparatı qoy informasiya versinlər, əgər statistika versinlər. Axırıncı 20 ildə orada 5 dəfə maşın parkı təzələnibdir. Ən bahalı maşınlar alırlar. Böyle oxumuşam ki, yolların kraskalanmasına, yol izlənməsinə 60-70 milyon pul xərcləyirlər bu dövlət. Bu tərəfdən də öz vətəndaşı acından ölür. Bu işgəncə deyil. Bu işgəncə deyil. Niyə Moldavanın prezidenti 2 otaqlı mənzildə yaşamalıdır? Bizim tutaq ki, prezident 20 dənə prezident sarayı tikdirməlidir. Bu saraylar nə lazımdır ki, əgər bizim vətəndaşın pensiyası, müavinəti, əmək haqqısı bu qədər aşağıdır, bütün digər keçmiş SSR respublikalarından qat-qat aşağıdır, Moldaviyadan da aşağıdır. Bütün statistik məlumatlarda bizim yaşayış həddimiz Moldaviyadan aşağıdır. Bugün Moldaviyanın prezidenti deyir ki, mən nəyə görə prezident üçün əlavə maşınlar almalıyam? Demir, prezident aparatının süpürgəsiləri də BMW maşınlarda gəzdirlər Azərbaycanda. Buyurun. Namizəd bəy, təşəkkür edirəm. Bax, bu pensiyalar məsələsinə qayıtmazdan əvvəl bir haşiyə çıxmaq istəyirəm. Siz Maya Sandu'dan misal gətirdiniz, Moldovanın prezidenti. Amma məsələn, Paşinyan da belə götürəndə demokratik seçilmiş rəhbərdir. Amma baxın, onun ailəsi fond yaradıb, bütün sahibkarlardan ora pul yığır, işgəncələr verir, nə bilim, böhtan atır, oponentlərini təqib edir. İlham Əliyev deyir bunu, mən demirəm. Mən demirəm bunu, bunu İlham Əliyev deyir. Bu təbii ki, bir balaca, belə deyək, gərginliyi aradan qaldırmaq üçün zarafat edir. İlham Əliyevin yumor hissini mən həmişə bəyənmişəm. Adam 20 ildir deyir ki, Azərbaycanda 5% işsiz və 5% yoxsul var. Çox maraqlıdır, hə? 20 ildə pandemiya olub, o rəqəm dəyişməyib. İqtisadi yüksəliş olub, o rəqəm dəyişməyib. İqtisadi resesiya olub, o rəqəm dəyişməyib. Ümumiyyətlə deyir, sabitlik bir ustalıq əlamətidir. İlham Əliyev bu barədə çox ustadır. Paşinyan haqqında onun dediklərindən mən baxdım. Mən bəlkə həyatımda o qədər əylənməmişdim onu eşidəndə, əyləndiyim qədər. Bir dənə onu demədi ki, Paşinyan o yaratdığı fond ki var, hara pul yığırlar. Bax, onun adı Paşa Holdingdir. Bir dənə adını fərqli oldu. Bir dənə onu demədi. İndi qayıdıram o pensiya məsələsinə. Namizəd bəy, biz bilirik ki, bütün dünyada hətta ən, belə deyək, amansız, qeyri-sosial yönümlü olan Amerika Birləşmiş Ştatlarının bu kapitalist dövlətidir, tipik kapitalist dövlətidir. Evsizlərə və yaxud işsizlərə, pensiya düşməyən adamlara belə dövlət müəyyən vəsait verir. Çünki insan yaşamalıdır. Yaşamırsa, vermirsənsə, o ya acından ölməlidir, ya gedib cinayət törətməlidir, adam öldürməlidir, quldurluqla məşğul olmalıdır və ya gedib, nə bilim, oğurluq eləməlidir. Amma baxın, Azərbaycanda nə baş verdi? Deməli, həmin o pensiyalar kəsiləndə bilirsiniz ki, böyük bir ictimai reaksiya oldu. Yeri gəlmişən təkcə müxalif, tənqidçi media tərəfindən yox, elə hakimiyyətə yaxın, hakimiyyətə bağlı və ya hakimiyyətin əlinin altında olan adamlar tərəfindən də. Və bunun nəticəsi nə oldu? Həmin siyasəti həyata keçirən Sahil Babayev, bilirsiniz, İlham Əliyev gəldi, bir layihənin təqdimatında təriflədi və bir müddətdən sonra da ölkənin maliyyə naziri təyin elədi. Digər tərəfdən onun müavini Anar Əliyevdir, səhv eləmirəmsə, mənə danışmışlar ki, bütün bu iyrənc əməllərin arxasında duran o da artıq nazirdir. Əvvəl müavin idi, indi həmin nazirlikdə nazirdir. Bu yerdə mən izləyicilərimizdən bir də xahiş edirəm, bəyənin, paylaşın verilişi və sizə xatırlatmaq istəyirəm ki, Tərtər qətliamında saxta rəy verən həkimlərin azı 3 nəfəri bugün həmin o nazirliyin, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ditsera adlı komissiyasında həmin o əlilliklə bağlı rəy verirlər. Namizəd bəy, burada bir paralel görmürsünüz. Tərtər qatilləri cəzalandırılmır, əksinə vəzifədə yüksəldilir, rütbədə yüksəldilir, onlara orden medallar verilir. Bu tərəfdən əhaliyə divan tutan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri, təsəvvür edirsiniz, bu ağla sığmaz bir şeydir. Bir ölkənin Sosial Müdafiə Naziri deyir ki, biz pensiyaları aşkarlamışıq, yanlış verilmiş pensiyaları ləğv eləmişik. Yəni biz 10 min, 20 min, 30 min, bilmirik nə qədər insanı ac qoymuşuq. Və bunu gətirir, prezident təyin eləyir Maliyyə Naziri.
O birisi cinayətkarı gətirir, təyin eləyir Konstitusiya Məhkəməsinin sədri. Üçüncünü nə bilim hara təyin eləyir. Burada bir paralel görmürsünüz Namizəd bəy. Bir məqsədli fəaliyyət görmürsünüz. Deməli, doğrudan da bir maraqlı məsələdir. Mən də fikirləşirəm ki, bugün biz baxırıq məmurların ordusuna, Azərbaycanda işləyən məmurlar ordusuna və düşünürük ki, ilahi, bir ölkədə öz xalqına nifrət edən bu qədər insanı haradan tapıb bu vəzifələrə təyin ediblər? Bunların birində də mi bir xalqa, vətənə sevgi yoxdur? Bir nəfər durub, tutaq ki, prezidentin qarşısında açıq demir ki, cənab prezident, mən bu vəzifəni siz deyən kimi işləyə bilməyəcəyəm. Mən bu günə kimin pensiya alan, müavinət alan insanların göstərişlə pensiya və müavinətlərini necə kəsə bilərəm? Axı, onlar gecə-gündüz mənə lənət oxuyacaqlar. Belə çıxır ki, doğrudan da bu fenomen insanları, məsələn, Babayev kimin, tapmaq o qədər də asan deyil. Ona görə də onları bir vəzifədən götürüb o biri vəzifəyə dürtürlər. Onun o müavinləri ki, həqiqətən də bu şərəfsiz əməllərə bilavasitə qol qoyubdur, onları götürürlər, həmən vəzifələri təyin edirlər. Bəzən bir nəfərə, belə amansız insanlara bir neçə vəzifə verirlər. Baxın, elə insanlar deyərəm ki, sizdə Azərbaycanda 10 vəzifə tutur. İqtisadi İnkişaf Naziri Cabbarov. Azərbaycanda hansı vəzifəni, hansı komissiyanı açırsan, o komissiyanın üzvüdür. Özdə elə bilməyin, ha, o vəzifələr o ictimai bir vəzifə kimi daşıyırlar. Yox, onların əksəriyyətindən onlar əmək haqqı alırlar. Sabah da onların pensiyaları hesablananda gedir kəllə çarxa çırpır. 20.000 manatdan pensiya alırlar. Və yaxud da ki, o hakimlər, prokurorlar kimi 10.000 manata qədər pensiya alırlar. Və yaxud da ki, Milli Məclisin bir ölkənin fəhləsi, həkimi 1000 manat əmək haqqı aldığı yerdə onun Milli Məclisinin, parlamentin üzvləri niyə 8-10 min manat pensiya, əmək haqqı almalıdırlar? Bu işgəncə deyilmi? Gözü görə-görə bu insanlar başa düşürlər. Bu insan da ali təhsilli insandır. Universitetləri qutarıbdır. Həmən şəxslərlə böyünə parlamentin, saxta parlamentdə oturan deputatlar kimi. Nəyə görə? Həkim, mühəndis, müəllim 1000 manat almalıdır maksimum. Bax, bu saxta seçkilərlə keçirilən ki, bugün hakimiyyət tərəfindən onlara təqdim olunan istənilən mürtəci qanunu qəbul edirlər. Onlar 10.000 manat əmək haqqı almalıdırlar. Bir sual soruşan yoxdur. Yox, sual soruşan var. Cavab verən yoxdur. Cavab verən yoxdur bu ölkədə ki, niyə bu belədir? Bax, biz müqayisə edirik də bəzən qonşu ölkələrimizlə həm əmək haqqının miqdarını, bax, dediyim kimi əməyin mühafizəsini, bayaq dediyim kimi bizdə əməkdən söhbət gedə bilmir. Mən hərdən yəqin ki, bugünkü söhbətimizdə o məsələyə də bir də toxunarıq ki, 5 ildən bəri bizim quru sərhədlər bağlıdır, insanlara işgəncə verirlər. Bu da işgəncənin, yəni ölkə əhalisinə kütləvi şəkildə tətbiq olunmuş bir işgəncədir. Rəsul bəy, şəxsən mən elə fikirləşirəm ki, bu işgəncə o tək-tək fərdi qaydadakı bu və ya başqa insanlara, polisə, prokurorluğa, məhkəməyə düşən insanlara ki, tətbiq edirlər, bu kütləvi işgəncələr onlardan daha o ictimai əhmiyyət kəsb edir. Təsəvvür edin, 10 milyon xalqın quru qapılarını, quru yollarını bağlamısan, bu həm BMT-nin Ümumdünya İnsan Hüquqları bəyannaməsinə, həm Avropa Şurasının bəyannaməsinə, insan hüquqlarına dair bəyannaməsinə, həm Azərbaycan Respublikasının konstitusiyasına bilavasitə ziddir ki, istənilən vətəndaş öz ölkəsində azad surətdə hərəkət edə bilər, ölkədən çıxa bilər və ölkəyə qayıda bilər. Bugün Azərbaycanda 5 il quru sərhəd qapılarının bağlanması ilə 10 milyon vətəndaşının bu hüququnun üzərindən xətt çəkilibdir. Bəs bu işgəncə deyil. Bunların içərisində, bu 10 milyon əhalinin içərisində qonşu ölkələrə, İrana, Türkiyəyə, Rusiyaya, Gürcüstana gedib müalicə olunan insanlar vardı. Gedirlər orada ən azından o bizimkindən qat-qat ucuz olan
dərmanlar alıb gətirirdilər. Bizimkindən qat-qat ucuz olmaqla özlərinə həkim müayinəsinə təqdim edirdilər, taqalırdılar, cərrahi əməliyyatlarına məruz qalırdılar. Bugün bunların hamısı onların əlindən alınıb. 5 ildir. O, hada fikirləşirəm, böyük mən Nazirlər Kabinetinə, bir də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təkrarən ərizələrlə müraciət eləmişəm. Öz şəxsim adımdan ki, 5 ildir bizim quru sərhədlərin qapıları bağlıdır. Bu, Azərbaycan Konstitusiyası ilə nəzərdə tutulan insan hüquqlarına ziddir. Ay Konstitusiya Məhkəməsi, sənin vəzifən, Azərbaycan Konstitusiyasında nəzərdə tutulan 130-cu maddəyə görə sənin vəzifən ölkədə Nazirlər Kabineti tərəfindən, Milli Məclis tərəfindən, məhkəmələr tərəfindən qəbul edilmiş Konstitusiyaya uyğun gəlməyən qanun və qərarların araşdırıb ləğv olunmasıdır. Sən indiyə kimi bir dənə də olsun, bir rayon icra hakimiyyətinin qəbul edədik qanunsuz bir qərarı ləğv eləmirsən. Bax, bu Konstitusiya Məhkəməsi hər il bəlkə də 15-20 milyon büdcə ilə maaş alırlar. Biz niyə bu pulları bunlara veririk? Əgər bu Konstitusiya Məhkəməsi neçə dənə, 9 dənə hakimlə bir yerdə bir dənə də olsun qanunsuz qərarı ləğv etməyə cürət etmirsə, niyə görə bu Konstitusiya Məhkəməsi mən, sən, vergi ödəyicilərinin boğazından kəsilən pullarla onlara biz əmək haqqı ödəməliyik? Namizəd bəy, təşəkkür edirəm ki, bəli, buyurun. Təşəkkür edirəm ki, Rəsul bəy, bu qədər deyirik, tənqid edirik. Bəzən mən doğrudan insan yorulur, bu qədər hər addım atırsan özbaşınalıq, hər addım atırsan qanunsuzluq. Bunun axırı necə olacaqdır? Bu ölkəni niyə idarə eləmirlər? Bax, indi məlum olubdur ki, deməli, ayrı-ayrı boş şeylərə dövlət büdcəsindən nə qədər pul xərclənilir və dövlət büdcəsində artıqlıq yaranıbdır. Yəni, bir tərəfdən bilirsiniz də, SOCAR, Azərbaycanın ən varlı təşkilatı olan SOCAR-ın bu dəqiqə borcları neçə milyarda qalxıbdır, neçə milyarda. Digər tərəfdən də dövlətin gəlir gətirən ən ümdə sahəsi neft sənayesi də onun əlindədir. Və yaxud da ki, bizim nəqliyyat, hava nəqliyyatı Azal. Qardaşım, dünyanın ən bahalı biletləri Azal tərəfindən satılır. Bunu hamımız yaxşı bilirik. Dünyanın bütün ölkələrin götürün bugün statistikasına bizdə satılan bahalı qiymətlər, bilet qiyməti heç yer yoxdur. Eyni zamanda da verilən rəsmi statistikaya görə Azal ziyanla işləyir. Namizəd bəy, sizə o sualı elə belə ünvanlamadım bayaq ki, burada bir paralel görmürsünüzmü? Mən Bakıda olanda bir deputatla, yəni deputat da bir İslam hökumətin adamlarıdır. Söhbətimizdə o sualı verdim ona ki, nəyə görə də belə adamları gətirib nazir, nə bilim də yüksək vəzifələrə təyin edirlər? Çox səmimi bir cavab aldım. Cavab belə idi. Millətə nə qədər çox nifrət eləyən, ona qarşı qəddarlıq, amansızlıq göstərən varsa vəzifələrə məhz onları təyin edirlər. Bunu bir deputatdan eşitdim. Səmimi bir etiraf. Və sərhədlərlə bağlı siz təşəkkür edirəm ki, fikrinizi çatdırdınız. Bir dənə də arayış verim. Bakıdan Parisə, Bakıdan Londona təyyarə uçur 5 saat. Onun bileti New York'dan Doha'ya, Qətərin paytaxtına 14 saat uçan təyyarənin biletindən bahadır. Təsəvvürünüzə gətirin. İndi Namizəd bəy, biz istəyərdim ki, keçək, bax, bu məsələdə vətəndaş nə etməlidir? Yəni, biz nə etməliyik? Bu barədə mən çıxışımın əvvəlində, verilişin əvvəlində dedim ki, biz maksimal dərəcədə bunu ictimailəşdirməliyik. Biz dedikdə mən bir tək xalq parlamentini nəzərdə tutmuram. Dostlar, xalq parlamenti həqiqətən fantastik iş görübdür. Yəni, mən zəhmətimizi, əməyimizi çox da böyütmək fikrində deyiləm və bundan heç arxayınçılıq da yaranası deyil bizdə. Elə məsələləri gündəmə gətirmişik, elə məsələlərlə bağlı qətnamələr, ictimai müzakirələr aparmışıq ki, bəlkə onlar illər boyu Azərbaycanda toxunulmayıb bu məsələlərə. Amma burada bir məqam var. Məqam ondan ibarətdir ki, biz hamımız, yəni Azərbaycanın bütün
belə deyək də, xalqın tərəfində olan kəsimi, ictimai siyasi fəal kəsimi, jurnalistikası və digərləri ayrı-ayrı fərdləri çıxmaq şərti ilə bu işgəncə məsələsində biz sanki meydanı düzmüşük. Biz bunu hansısa bir formada təqdim eləyə bilməmişik, çatdıra bilməmişik ki, əhalinin özündə bax, buna, bu mühitə, bu şəraitə yaranmış immunitet aradan qalxsın. Çünki dediyim kimi insanlar artıq sanki normal qəbul edirlər. Axı işgəncəyə qarşı, işgəncə nədir? İşgəncə hüquqi mexanizm deyil, işgəncə səlahiyyət deyil, işgəncə vermək nə bilim, insani rəftar deyil. Burada insanlar buna necə reaksiya verməlidirlər və məcburam burada bir haşiyə çıxım. Çünki bir çox hallarda insanlar deyir ki, qisas almaq lazımdır, nə bilim belə. Bəli, qanun işləməyəndə insanlar qisasa əl atır. Qanun işləməyəndə insanlar əvəzini çıxır, bilir ki, ona ləyaqətini təhqir edib, onun ailəsini təhqir edib, gedib vurub, öldürür, yaralayır, nə bilim neyin, döyür, işgəncə verir. Amma təbii ki, bu heç də yaxşı yol deyil, amma bəzən təcrübə göstərir ki, namizədir, bu effektiv yoldur. Deməli, Rusiyalı bir məşhur analitik var idi, Molchanov. Rəhmətə getdi bir neçə il əvvəl. Mən onunla bir beynəlxalq tədbirdə tanış oldum. O qədər gözəl təəssürat bağışladı. Bir mədəni insan, bir necə deyim, aristokrat bir insan da. Və söhbət əsnasında o zaman, hələ bir 15 il, 16 il bundan əvvəlin söhbətidir. Bilirsiniz, Dağıstanda tez-tez terror aktları olurdu. Prokurorlar, polis rəisləri, onlarda o icra nümayəndələri biraz başqa cür adlanır. Rayonların rəhbərlər öldürülürdü. Və hər dəfə deyilirdi ki, bu İslamçı radikallar tərəfindən, dinçi radikallar. Mən ona bunu deyəndə ki, bunun səbəbi nədir? O güldü, dedi, sən buna inanırsan? Dedim ki, mən inansam sizdən soruşmazdım. Sizin fikrinizi bilmək istəyirəm. Dedi, bu hamısı bunların məhz insanların ailələrinə, onların ailə üzvlərinə zorakılıq eləmiş, qəddarlıq eləmiş, onların mülkiyyətini əlindən almış və bir sıra hallarda onların qızlarına, qadınlarına sataşmış və ya sataşmaq istəmiş məmurlardır ki, insanlar qisas niyyətindən öldürür. Qisas məqsədindən öldürür. Dedim, bəs onda buna üzründən bir radikal dinçi rəngi vermək nədən irəli gəlir? Dedi, birincisi, hakimiyyət özünü gözdən salmaq istəmir bundan ki. Onun yerlərdəki nümayəndələrinin hamısı adam zorlayandır, alçaqdır, ləyaqətsizdir, şərəfsizdir, oğrudur, quldurdur. Hakimiyyət bunu nə qədər etiraf eləsin? 1-5 deyil. İkinci bir tərəfdən, xüsusi xidmət orqanları bunu terror əməli kimi təqdim eləməklə büdcədən əlavə pul alırlar. Əlavə ştatlar alırlar, əlavə təsirlərini genişləndirirlər. Yəni, Azərbaycan insanı nə etməlidir ki, o bir, işgəncəyə məruz qalmasın. Mən əsla onu nəzərdə tutmuram ki, deyilən, istənilən şərti qəbul etməlidir, qətiyyən. Ümumiyyətlə, Azərbaycanda işgəncə praktikası heç olmasa zəifləsin və ikinci, biz ictimai xadimlər, biz siyasətçilər nə etməliyik ki, vətəndaş düzgün yolu seçsin və effektiv mübarizəyə keçsin işgəncələrə qarşı. Çünki bu artıq total xarakter alır. Bu artıq millətin qürurunu sındırır, insanların ləyaqətini alçaldır, insanın şəxsiyyətini aşağılayır, qorxu, xof hissi yaradır cəmiyyətdə, özü də total olaraq. Biz nə etməliyik? Və bir də, insan işgəncəyə məruz qalırsa, bəlkə də bu sual sizə ünvanlamaq bir o qədər yerinə düşmür, çünki hüquqi mexanizmlər işləmir də. Mən misal gətirdim ki, işgəncə ilə bağlı bir nəfər də mühakimə olunmayıbdır. Məsələn, Eldar Mahmudovun 12 generalı və onlarla digər əməkdaşı məhkum olundu. Amma MTN-də 6 nəfər işgəncədən qətlə yetirilmişdir. Onların bir çoxunun ailəsi bu günəcən susur. Niyə? Buna görə ki, düz 10 il, bax bu günlərdə 10 il eləyir. Eldar Mahmudov vəzifədən azad olunub, onun 12 generalı məhkum olunub, amma adam özü azadlıqdadır. Bunu görən insan, vətəndaş artıq faciə yaşamış, gedib harasa şikayət eləyərmi? Əlbəttə eləməyəcək. Görür ki, baş cinayətkar azadlıqda qalıbdır. Azadlıqdadır. Bu toylara da gedir, cəmaat içinə də çıxır. Bu şəraitdə
vətəndaş nə etməlidir? Bir, işgəncədən qaçmaq üçün, iki, işgəncə gördükdən sonra hansı addımlar atmalıdır? Rəsmi bəy, əlbəttə ki, məndə hazırki vəziyyətdən çıxış yolu barədə resept yoxdur. Əgər bu doğrudan da belə bir resept hər hansı birimizdə olsaydı, biz onu cəmiyyətə tətbiq edib, yəni bu bəlalardan xilas olmaq yollarını arayardıq, göstərərdik cəmaata. Lakin siz çox düzgün qiymətləndirdiniz. Bax, bizim bu gün xalq parlamenti yarandığı 9 aydır ki, fəaliyyət göstərir. Bu müddət ərzində mən fikirləşirəm ki, biz çox düzgün yoldayıq. Nə mənada? Parlament cəmiyyətdə olanların, baş verənlərin ki, hamı susur, onu görə bilmir bəziləri, biz onları cəmiyyətə çatdırırıq. Birinci vəzifəmiz bundan ibarət olmalıdır. Ki, ölkədə mövcud vəziyyəti araşdırmaq, yəni elmi cəhətdən, praktik cəhətdən araşdırıb cəmiyyətə çatdırmaq. Bu, olduqca vacib məsələdir. İnsanların çoxu doğrudan da bunu başa düşmürlər. Hətta bəziləri elə fikirləşirlər ki, elə bu belə olmalıdır. Biz isə cəmiyyətə eyni zamanda çatdırırıq ki, ay insan, ay xalqım, mənim əziz xalqım, bu belə olmamalıdır. Bu qanunsuzluqdur. Bu bizim konstitusiyaya ziddir. Bu bizim Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrə ziddir. İnsan doğulub insan kimi, ona fiziki işgəncə verilə bilməz. Bütün dünyada, biz 21-ci əsrdə yaşayırıq, bütün dünyada insana qarşı amansız rəftar, yəni işgəncə, istəyir ona mənəvi işgəncə olsun, psixoloji işgəncə olsun, verilə bilməz. Və bizim vətəndaş da başa düşməlidir ki, polisin ona qarşı bu hərəkətləri özündə ehtiva edən, istənilən addımı qanunsuzdur. Bax, bu günlərdə Lerik rayonundan bir vətəndaşı saxlayıblar polisdə. Nə edir bu adam? Bu adam rast gəldiyi bütün qanunsuzluqlar barəsində, bilirsiniz də, Daxili İşlər Nazirliyinin 102 qaynar xətti var. Ora məlumat verir. Götürür telefonu, ən yaxşısı budur, ən yaxşısı. Tutaq ki, götürür, deyir, öz adını, familiyanı, özünü təqdim edir, telefonun nömrəsi düşür ora, deyir ki, mən orada da qeyd edirlər, bilirsiniz də, Daxili İşlər Nazirliyinin 102 xidməti, mən deyərdim ki, böyün, formal olaraq fəaliyyət göstərən ən yaxşı dövlət təşkilatıdır. Zəng edirsən, orada qızlar oturub operatorlar, bir dəqiqənin içində sənin şikayəti qeydə alırlar və indi hamısını tədbir görürlər, o artıq Daxili İşlər Nazirliyinin özünün atdığı addımlardır və əlbəttə ki, biz bu addımlardan heç də razı deyilik, kifayət qədər. Hansı ki, mən fikirləşirəm ki, cinayət barədə məlumat alan Daxili İşlər Nazirliyinin, onun bölmələrinin, şöbələrinin əməkdaşları dərhal hadisə yerində olmalıdırlar və bunu araşdırmalıdırlar. Az, çox, bugünkü gün bu var. Yəni, o vətəndaş, o lerişli vətəndaşımız nə edib? Götürüb bu gördüyü qanunsuzluqlar barəsində 102-yə məlumat verir. Yəni, dövlət orqanına. Bax, mən istəyərdim ki, bu vətəndaş bizim digər vətəndaşlar üçün də bir örnək olsun. Yəni, artıq Daxili İşlər Nazirliyinin əməkdaşları, 102 əməkdaşları ona zəng ediblər ki, biz baxmışıq, sən məsələn bir neçə ay ərzində 80, 90, 100 dəfə 102 xidmətinə başqa məsələlər barəsində şikayət eləmişsən. Vətəndaş çox açıq şəkildə deyir, bəli, mən gördüyüm istənilən qanunsuzluqlar barədə məlumat verəcəyəm, istəyirsiniz məni tutsanız da, mən heç bir qeyri-qanuni addım atmamışam. Bax, indi o örnək olmalıdır digər vətəndaşlarımızda da. Əgər vətəndaş ona qarşı, onun yaxınına qarşı və yaxud da ki, heç bir yaxınlıq əlaqəsi olmayan bir vətəndaşa qarşı zorakılıq törədilibsə, digər vətəndaşlar onun müdafiəsinə qalxmalıdırlar. Bu məsələ həyatı vacib bir məsələdir. Heç kim gözləməməlidir ki, hansısa bir siyasi müxalifətçiyə tutdular, qoydular dama, onun mənə dəxli var. Geçsin, sakit otursun, onu tutmasınlar. Yox, əgər qonşun görürsən ki, qanunsuz əməllərə məruz qalıbdır, hər hansı bir polis tərəfindən, hər hansı bir dövlət yol müfəttişi, xidməti əməkdaşı tərəfindən mütləq o biri sürücülər saxlayıb nə baş verdiyini araşdırmalıdırlar. Bizim polis o qədər bu məsələyə şiddət göstərir ki və bilir ki, doğrudan da hər hansı bir vətəndaşın baş verən, polisin
özbaşınalığına müdaxiləsi onun bu müdaxiləsinin qarşısının alınması üçün ən yaxşı vasitədir. Ona görə imkan vermirlər. Ona görə də mən vətəndaşlarımızı çağırıram ki, rast gəldikləri qanunsuz əməllərə qarşı biganə olmasınlar. Qətiyyən, qətiyyən məndən ötdü qardaşıma dəydi deməsinlər. Gördün, qanunsuz bir müəssisədə oturmuşsan, bir növbədə durmuşsan, həkim görürsən ki, pasiyentlə kobud rəftar edir. Siz nə üçün buna göz yummalısınız? Göz yummaq olmaz. Əgər sən bunu özünü göstərirsən ki, mən biganəyəm, dövlətimə, xalqıma, hakimiyyətimə qarşı, vətəndaşlarıma qarşı biganəyəm, biz uçuruma yuvarlanacağıq. Ölkədə bütün insanlar baş verənlərə müdaxilə etməlidirlər. Baş verənlərə reaksiya verməlidirlər. O əməlin düzgün və yaxud da səhv olduğunu onlar üçün əhəmiyyətsiz olmamalıdır. Ondan başqa, cəmiyyət biz 21-ci əsrdə yaşayırıq. Biz qonşulara da bir baxmalıyıq. O ölkələrdə, bugün Paşinyan, Nikol Paşinyan olub bizim üçün birisi də bir şey olubdur, ulduz. Ərəstun bəy, biz hara addım atırıq, gəlirik çıxırıq Paşinyanın üstünə. Düşmən dövlətin, prezidentin üstünə ki, bu insan nümayiş etdirir də öz xalqına ki, demokrat bir insandır. O adam işə metroda gedib gəlir. Bugün bir nəfər xanım qalxıbdır, Paşinyana öz metroda yerini təşrif edir ki, buyurun oturun. O da deyir, yox, oturun. Deyir, yox, siz prezidentsiniz, işə gedirsiniz. Gəlin oturun. Bir halda ki, siz metrodan istifadə edirsiniz. O, normal insan kimi gedib bir şəhərin ortasında kafedə oturur, özünə kafe götürür, pulunu çıxardıb verir, gəlib oturur. İnsanlar da ona yaxınlaşırlar, dərdlərindən danışırlar, yaxşı, pis işlədiyinə iradlarını bildirirlər. Bunun nümunə götürmək vaxtı deyilmi? Qardaşım, bu Moldavanın prezident qadını deyir ki, mən maşın almıram. Mənim nəyə görə? Müxbir çox Qordan ondan müsahibə götürürdü. İmkanınız varsa baxın. Mən elə tamaşaçılara da istəyərdim ki, Qordanın tanınmış jurnalisti, Ukraynalı, səhv eləmirsən, onun o Maya Sandu'dan götürdüyü müsahibəyə baxın. Görün prezident necə olar? Əgər prezident elədirsə, o birlər də ondan nümunə götürürlər. Əgər dövlət məmurları, oliqarxlar görürlər ki, yuxarıda oturanlar da eyni əməlləri törədirlər, məyər onların qarşısını almaq mümkündürmü? Qətiyyən yox, mümkün deyil. Ona görə sualınızı da qısaca yenə də belə bir cavab verə bilərəm ki, mən hesab edirəm ki, düşdən bu bəlalardan qurtarmağın yeganə bir yolu bütün vətəndaşların ölkəmizin taleyinə biganə olmamasıdır. Baş verənlərə onlar öz nöqteyi nəzərlərindən yanaşmalıdırlar, etirazlarını bildirməlidirlər, yenə də etirazlarını bildirməlidirlər. Bugün qonşunun başına gətirilən qanunsuzluq mütləq sabah onun özünün başına gətiriləcəkdir. Namzəd bəy, təşəkkür edirəm. Əvvəlcə bir haşiyə çıxım. Azərbaycan hakimiyyəti gəlin etiraf eləyək ki, sülh istiqamətində xeyli uğurlu addım atıbdır. Təsəvvür edin, Paşinyana bu qədər rəğbət qazandırmaqla Azərbaycanda, çünki xalq hər şeyi müqayisədə dəyərləndirir. Paşinyanın bu qədər hörmətinin, özü Azərbaycan cəmiyyətində Paşinyana münasibət xeyli dərəcədə müsbətdir. Bunu göstərməklə, bunu yaratmaqla, öz davranışı ilə təbii ki, əks davranışı ilə daha dəqiq desək, heç olmasa bu sülh prosesinə bir dolayısıyla da olsa yardımçılıq edir. Amma bilirsiniz biabırçılıq nədədir? Biabırçılıq ondadır ki, bax siz o lerikdən tutulub gətirilən vətəndaşı deyirsiniz. Mən o hadisə haqqında ətraflı məlumatım var. Yəni mediadan məlumatım var, elə sizin kimi. Əslində bu örnəkdir. Əslində bu mükafatlandırılmalı bir vətəndaşdır. Amma sən niyə bu qədər zəng eləyibsən? Adamı tut, gətir polisə, 3 gündə gizli saxla, ailəsinin xəbəri yoxdur, bilinmir adam hardadır. Faktiki olaraq oğurluq edirlər. Niyə polis əməkdaşları özünü quldur kimi aparır? Bir sıra hallarda bu, deyək ki, təhsil səviyyəsinin, mədəni səviyyənin, tərbiyə səviyyəsinin məhsuludur. Məsələn, misal gətirəcəm. Hələ bir 15 il bundan əvvəlin hadisəsidir. Mən bir yol polis əməkdaşı saxladı. Bir sənədləri, verdim sənədləri. Deyir ki, bəs Davernis tanı. Dedim ki, Davernis nədir? Mən istədim Azərbaycan dilində desin. Dedi ki, etibarnamə. Dedim, kimdən kimə etibarnamə?
maşın mənim adımadır, sürücülük vəsiqəsi mənimdir, dükanın arxasında oturan mənəm. Deyir, yox, etibarnamə olmalıdır. Mən anladım ki, bir 2-3 dəqiqədən sonra bu adamda həqiqətən əqli problemlər var. Yəni, bunu mən başa sala bilmirəm ki, etibarnamə nə deməkdir? Deyir, yox, olmalıdır səndə. Dedim, qardaş, böyüyünə birinə zəng elə, sorur. Allah xatirinə. Bir dəqiqləşdi. Nəsə, əl çəkdi, getdi. Deyən başa düşdü ki, nəsə yanlışa yol verib. Ramizəd bəy, bugün polisə götürülən insanlar o dərəcədə aşağı intellektual səviyyədədir. Və o qədər onların arasında təhsilsizliyi qoyuram bir yana, insanın təhsili olmaya bilər. Ailə tərbiyəsi görməmiş, elementar mədəniyyət, nəzakət qaydaları bilməyən adamlardır ki, və onlar da çox məmnuniyyətlə o işgəncələrə gedirlər. Niyə? Çünki onların pul verib işə girdikləri məbləğ oradan çıxmalıdır. Mən işgəncəyə cəlb oluna bilmərəm və mən işgəncə vermək istəmirəm deyə bilməz, onu həmən işdən qovacaqlar. Bayaq o misalı ona görə gətirdim ki, Tərtər hadisələri xaric, orada məlum məsələ, 4 bastır eləmək üçün 5-10 icrasını tutdular. Azərbaycanda işgəncələr və hətta qətllə müşahidə olunmuş işgəncələrə görə bir adam da mühakimə olunmuyor, Namizəd bəy. Təsəvvür edirsiniz. MTN-nin istintaq təcridxanasında mən vaxtıyla orqanda işləmişəm. Orada nəinki işgəncə, kiməsə şillə vurmaq belə, o bir aşağılıq sayılırdı. Həqiqətən. Yəni, elə bir şey eləmək insanların ağlına gəlmirdi oradakı əməkdaşları. Amma nə edilər? Gətirdilər Quldur Eldar Mahmudovu və onun Quldur dəstəsini. Yadınızdasa, həmin dövrdə bütün MTN rəhbərliyi, idarə rəisləri, müavin, nazir, hamısı polisdən gəlmiş adamlardır. Özdə polisdə kifayət qədər yüksək peşəkarlar da var. Siz bunu məndən yaxşı bilirsiniz, əməliyyatçı kimi, istintaqçı kimi. Bunlar polisdə ən aşağı, ən aşağılanmış təbəqə idi ki, onları gətirdilər, quldur, cinayətkar yığdılar ölkənin xüsusi xidmət orqanının rəhbərliyinə. Bu, Azərbaycan dövlətinə xəyanət idi. Bu, Azərbaycan dövlətçiliyinə xəyanət idi. Və sonradan da görün nə elədilər. Onlar 2 il, 3 il, 5 il iş verdilər, azad elədilər. Əmlaklarını da qaytarırlar. Dəhşət burasındadır. Və onlardan ziyan çəkmiş, zərər çəkmiş vətəndaşların əmlakını heç kim qaytarmır. Onların neçəsi öldü, getdi, neçəsi intihar elədi, borca düşmüş insanlar. Faciəvi bir vəziyyət. Yəni, mən burada bir ümumi suala gəlmək istəyirəm, Namizəd bəy. Sizin bir siyasətçi kimi sualım sizədir ki, hakimiyyət bu qəddarlığı durmadan artırmaqla və qəddarlığı alqışlamaqla nəyi düşünür sizcə? Təbii ki, mən anlayıram, siz hakimiyyət kimi düşünə bilməzsiniz, mən də düşünə bilmərəm. Bizim əxlaqi, mənəvi və s. dəyərlərimiz çox fərqli-fərqlidir. Müstəvilərimiz bir-birindən çox uzaqdır onlarla. Amma hara gedir, hansı istiqamətə gedir bunlar? Biz gördük ki, bu istiqamət Qəddafi istiqaməti var, bu istiqamət Bəşər Əsəd istiqaməti var, bu istiqamət Saddam Hüseyn istiqaməti var. Yəni, doğrudanmı Azərbaycan hakimiyyəti düşünür ki, məsələn, ölkədə ərzağın qiyməti durmadan qalxdığı bir şəraitdə, bilirsiniz də, o qeyri-neft sektorunun inkişafı proqramı tam iflasa uğradı. Niyə? Çünki bunları doğruladılar. Və bugün Azərbaycanda əkinə yararlı torpaqlar belə becərilmir. Niyə becərilmir? Çünki hər şey asılı olub artıq ixaldan. Və ixal da monopoliyadır və burada da qiymətlər artacaq. Ümumiyyətlə, dünyada da bugün bir ərzaq problemi mövcuddur. İndi sual olunur ki, Azərbaycan hakimiyyəti doğrudanmı düşünür ki, bu işgəncə verənləri, qatilləri, zorakıları, bu baş kəsənləri himayə eləməklə, o məhz bu metodla axıracan da özünü qoruya biləcək və bu axır hardadır? 1 ildir, 3 ildir, 5 ildir, 50 ildir. Doğrudan mı belə düşünürlər? Sizin fikrinizə? Çox sağ olun. Doğrudan bir maraqlı mövzudan danışdınız siz. Əsasən də vaxtı ilə həqiqətən də cəmiyyətin güzgüsü ola biləcək o inzibati orqanlar içərisində
Dövlət Təhlükəsizlik Komitəsi ən təmiz, o digər inzibati orqanlarla, polislər, hətta prokurorluqla, idarəçilik orqanları ilə müqayisədə ən təmiz orqan hesab olunurdu. Qarşıza gəlir Andropovun vaxtında, hətta ondan da qabaq çekist deyirlər, təmiz ürəklə, təmiz əlli insanlar. Həqiqətən də hər hansı bir dövlətin, olsun da Sovet imperiyası dövründə bir dövlətin daxili o bel sütununu saxlayan bir təşkilat olmalıdır ki, insanlar onu təmiz bir təşkilat kimi, ən azından şikayət etməyə bir instansiya kimi baxsınlar. Vaxtı ilə Dövlət Təhlükəsizlik Komitəsinə elə baxırdılar. Mən deyim ki, şəxsən mən öz... Namizəd bəy, çox üzr istəyirəm, icazə verin, sizin burada fürsətdən istifadə edeyim, sözünüzü kəsim. İndi bir çox insanlar düşünürlər ki, həmin o KGB məktəbi keçmiş adamlar, köhnə heyətdə deyək ki, onlar Azərbaycan MTN-nin tərkibində az qala hamısı Rusiya agentləri idi. Mən o insanlarla işləmişəm, tam məsuliyyətlə deyirəm ki, o insanlar Azərbaycan dövlətinə xəyanət edəcək adamlar deyildilər. Bilirsiniz niyə, Namizəd bəy? Dayağı, bax bu şey. Bəli, Namizəd bəy, bilirsiniz niyə? Çünki o insanlar dövlətçilik təfəkküründə, dövlətçilik ənənələrində və dövlətçilik təcrübəsində tərbiyə olunmuşdular. Onların dünən dövləti SSR idi, bugün Azərbaycan Respublikası idi. Mən bunu gördüm. Amma baxın, həmin orqanı kimlərin əlindən dağıtdılar? Satqın, xain, oğru, quldur, cinayətkar, hər murdar əməl sahibi olan həmin o Mahmudov dəstəsinin ki, onların xüsusi xidmət orqanlarına, KGB-yə heç bir aidiyyəti yox idi. Aidiyyəti var idi. Onlar hamısı elə agenturlar idi ki, gətirib yerləşdirdilər. Bax, bunu demək istəyirdim ki, o mövzuya uyğun olaraq. Bəli. İndi Əlifin bəy, diqqət yetirin. Mən də daha çox işlə prosesində, həm məhkəmələrdə vəkil kimi çıxış edərkən, həm də istintaqçı da olmuşam mən. Ən çox ünsiyyətdə olduğum orqan prokurorluq idi. Və sizi inandırım ki, Daxili İşlər Nazirliyi sistemində qanunsuz bir əməl atan, hələ demirəm kimisə döyəni, polis nə idi? Həqiqətən deyirəm, insanları döydü, şapalaq vurdu. İndi polis şapalağı elə vətəndaşa vurur ki, onun səsini prokuror öz kabinetində eşidir, qulaqlarını tutur ki, eşitməmişəm. Bax, məsələ ondadır. Prokurorluq bugün polisin əlində bir oyuncağa çevrilibdir. Çox təəssüf edirəm ki, bunun əsasını qoydu Zakir Qaralov, yəni prokurorluq orqanlarını nüfuzdan saldılar. Bugün prokuror, hər hansı bir prokuror işçisi serjantı rəisinin icazəsi olmadan çağırıb hər hansı bir söz deyə bilməz. Vaxtı ilə prokurorun adı gələndə həm o müvəqqəti saxlama kameralarında bir nəfər qanunsuz saxlaya bilməzdilər. Eşitsəydilər, prokuror gəlir, bazadan ötürərdilər onu, yalvarardılar ki, çıxaradan biz səni gətirməmişik bura. Polis şöbəsində kimsə səhərə kimi məsələn, qanunsuz saxlanıla bilərdi. Bugün kütləvi şəkildədir, prokurorluq da keçibdir polisin o öz başınalığın, işgəncələrin tərəfinə. Çox təəssüf ki, Zakir Qaralovun da sonra ümumiyyətlə mən hesab edirəm ki, prokurorluq orqanına bu qədər məsuliyyətsiz bir insan təyin olunubdur. Yəni, nəzərdə tuturam Kamran Əliyevi. Ümumiyyətlə bu insan ölkədə nələrin baş verdiyini, bir hörmət edə, öz xidmət etdiyi bir orqana hörmət edə, onun nüfuzunu, qanun üzrə ona verilən səlahiyyətləri istifadə edə, qayda qanun yarada. Bugün, siz də yaxşı bilirsiniz, mən də bir yaxşı bilirəm, Tərtər rayon prokurorluğunda insan döyüldüyü, kütləvi şəkildə insanların döyüldüyü, ölənə qədər döyüldüyü faktları var. Ağlıma gələ bilməzdi. O dediyiniz o əsl prokuror işçiləri var idi. Vaxtı ilə ki, Heydər Əliyev 2000-ci ildə onların əsas prokuror işçilərinin istifaya göndərdi. Onların hamısını prokurorluq orqanlarından kənarlaşdırdı, götürdülər. Heç nə bacarmayan, yapın əmrlərini icra edən, icra hakimiyyətinin əmrlərini icra edən səlahiyyətsiz insanlar doldurdular prokurorluğa. Kütləvi şəkildə polkovnikləri, yaşı pensiya yaşı çatmış insanların hamısını prokurorluq orqanlarından qovdular. Və prokurorluq orqanları bugünkü elə bir acınacaqlı vəziyyətdədir ki, mənim onlara yazığım gəlir. Mən bunu rayon prokurorunun sifətinə üzünə demişəm ki, siz polisin törətdiyi açıq cinayəti araşdırmaq ixtiyarına malik deyilsiniz. Onlardan bir materialı tələb edib ala bilmirsiniz. Xətai rayon prokuroru bölmədən aparılan bir təhqiqat işini, materiallarını ala bilmir.
qadağan ediblər ki, verməyin. Bax, budur, bax, dövlətçilik deyirik. Dövlətçilik oradan prokurorluq orqanlarının nüfuzu var idi. Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik orqanlarında istintaqa, təhqiqata, insanlarla davranışa nəzarət edirdi. Bütün bunların hamısını bugün ləğv ediblər, aradan qaldırıblar. Bax, dövlətçiliyə vurulan ən böyük zərbə buradan başlayır. Namizəd bəy, onda necə aradan qaldıracaqlar bilmirəm. İllər lazım olacaq, illər hakimiyyətin, cəmiyyətin, o idarəçiliyin dəyişilməsindən sonra hətta elə bilmən ki, bütün bu özbaşınalıqlar bir dəqiqədə aradan qaldırılacaqdır. İllər mən elə bilmirəm. Biz yenidən o rels üzərinə qaydaq, prokurorluğun nüfuzunu özünə qaytaraq, prokurorluqda işləyən əməkdaşların keyfiyyətini, savadını əvvəlki vəziyyətə qaldıraq. Çox çətin olacaqdır. Namizəd bəy, çox faciəvi bir vəziyyətdir ki, həqiqətən siz düz qeyd elədiniz ki, faktiki olaraq prokurorluq polisdən asılı vəziyyətə düşüb və prokurorluq əvvəllər hüquq mühafizə sistemində bir elit orqan sayılırdı. Bir intellektual, bir mədəni bir qurum sayılırdı. Polis həmişə ən aşağı səviyyədə olub da, o məlum məsələdir, Sovet dövründə də. Amma bugün məhkəmələr prokurorluqdan asılıdır. Prokurorluqla razılaşdırmamış bir dənə hökm çıxara bilmirlər məhkəmələr. Görün, ölkədə 3 deməli hakimiyyət qanadından biri hara düşübdür? Deməli, ağa polisə desək, ağanın nökərinin nökəri vəziyyətinə düşübdür. Əlbəttə, bu məqsədli olunubdur. Əlbəttə, gətirib polisin qovulmuş, nə bilim, o Hilal Əsədov var idi. Yəqin tanıyırsınız, nə vaxtsa görmüş olardınız da onu. Gətirib MTN nazir müavin təyin eləmişdilər. Akif Çovdarovu deyim, Eldar Mahmudovun özünü deyim. Mən onlarla müharibə vəziyyətində olduğumdan, inanın, onların haqqında elə məlumatlar yığmışam o illər boyu. Adam bəzən utanır onu danışmağa. Nə qədər bunlar əski adamlardılar. Nə qədər bunlar şərəfsiz, ləyaqətsiz adamlardılar. İndi siz dediniz ki, bugünkü baş prokuror məsuliyyətsizdir. Xeyr, o məsuliyyətsiz deyil. Təkcə məsuliyyətsiz deyil. O həm də şəxsiyyətsizdir. Adam 3 ay əvvəl tükürdü, dedi ki, tərtər iş haqqında danışılanlar hamısı absurddur və üzr istəyirəm, mən o tükürdü ifadəsini elə belə işlətmədim. Mənim leksikonum deyil bu. 3 aydan sonra o tükürdüyünü yalatdırdılar ona. Götürdü, əlavə istintaq təyin elədi. Təkrar istintaq. Və neçə adam bəraət qaldı və s. və s. Sonra bir dəfə də yalatdırdılar. Dedilər, indi o generallarla işin yoxdur. O gedə güdəni qoyacaqsan içəri, o adi işgəncə verənləri. Baxın, bu özünə hörmət edən insan bu şəraitdə, bax, hələ mən adi bir hadisə ilə bağlı 3 addımı deyirəm də, özünə hörmət edən, şəxsiyyətinə hörmət edən adam o vəzifədə qalardı mı? Əlbəttə qalmazdı. Şəxsən mən bir gün də işləməzdim. Bir gün də işləməzdim. Mənə 19 nəfərin vaxtı ilə, o vaxt mənim 29 yaşım vardı, heç 30 yaşım yox idi. 19 nəfərin imzaladığı bir yekun aktına, yekun akt deyəndə, yəni istintaq araşdırma qrupu yaradılmışdı, əməliyyat istintaq qrupu yaradılmışdı. Mən də onun üzvüydüm MTN-də. Artıq hakimiyyət dəyişmişdi, Namizəd bəy. Orada təsəvvür, mən heç bir əməliyyat tədbirlərinə, heç bir istintaq tədbirlərinə cəlb olunmamışam. Sonunda dedilər ki, bura imza. Dedim, xeyr, mən orada iştirak eləməmişəm. Sən qrupun üzvüsən, dedim, mən qrupun üzvüyəmsə, zəhmət çəkib məni də tanış eləyəydilər. Mən də sorğulamalarda iştirak eləyərdim. Mən də əməliyyat tədbirlərində iştirak eləyərdim. İnansı mən imza atmadım. Mən imza atmış olsaydım, bir dənə o imza ilə bugün məni çoxdan susturmuşdular. Və ya başqa bir şey imza atmış olsaydım, çoxdan susturmuşdular. Bizdə elə gözlə susturardılar ki. Amma bu baş prokuror, bu adamda şəxsiyyət yoxdur. Mən onu təhqir eləmirəm bundan. Valla bu təhqir deyil. Yəni şəxsiyyətinə hörmət eləyən adama atdığı addımı geriyə oxutturmazlar. Verdiyi qərarı geriyə oxutturmazlar. O gedər, istefa verər, deyər ki, mən dövlətdən razıyam, cənab prezident sizin ayağınızdan döpməyə hazıram, o kabinetdə deyəcək, onu heç kim görməyəcək. Amma bu mümkün deyil. Mən belə şəraitdə qala bilmərəm. Mən səhvə yol vermişəm. Deməkdə ki, bu nağıldır. Doğrudur mu? O adam onu eləmədi. Və bu adam belə şeyləri edə də gedir. Yəni, sistem təkcə insanları cinayətə sövq eləmir, cinayətə cəlb eləmir.
onları cinayətkara çevirmək üçün ilk növbədə şəxsiyyətsizləşdirir. Budur söhbət. Problem budur. Namzəd bəy, bir sualım da var. Buyurun. Bir sualım da var və sonra sizin əlavəniz olmasa tədricən yekunlaşdırmağa doğru gedək icazənizlə. Namzəd bəy, bu şəraitdə deyək ki, ölkədə birisi cinayətkarlıq elə bir şeydir ki, onun qarşısını almasan, o durmadan arta gedir. Məsələn, bugün məsələn Azərbaycanda mən izləyirəm medianı filanı, baxıram ki, ən çox haqqında məlumat yayılan cinayət növü dələduzluqdur. Ola bilər o ən çox törədilən cinayət növü deyil, amma hər halda mətbuata daha çox çıxan dələduzluqdur. Və dələduzluq artıq elə bilin ki, bir həyat normasına çevrilir, bir ənəniyə çevrilir. Və birdən güya başladılar bunları cəzalandırmalar, dələduzları. Mən bilmirəm, cəzalandıracaqlar ya yox. Mən düşünmürəm ki, ölkədə hansısa bir dələduz nəsə öz başına bir əməl törədir. Arkasında mütləq hansısa bir məmur dayanır. Ola bilməz başqa bir. Heç cür olar. Mən xırda dələduzları demirəm də 100 manat, 200 manat o xırıldaq edənlər. Namzədə, burada sual başqadır. Cəzanın adekvatlığı məsələsi. Deməli, bu günlərdə ölkəyə qaçaq malı yolla qızıl gətirən bir şəxsi mühakimə elədilər. Səhv eləmirəmsə 3 il yarım iş verdilər. Abzas Media, Toplum Media, Meydan TV, Toplum TV, Meydan TV bunların əməkdaşlarına törətmədikləri qaçaqmalçılıq güya cinayətinə görə lap deyək ki, törədiblər də 10.000 avro. Söhbət orada səhv eləmirəmsə 17 kilogram qızıldan gedir. Hələ bunu sən tutmusan gömrükdə, onu isə tutmamısan. Gəlib evindən döşəyin altından tapıbsan, nə bilim. Sən nə bilirsən ki, bunu qaçaqmalçılıq yolundan əldə edir. Lap deyək ki, qaçaqmalçılıq yolundan əldə edir. Necə olur sən ona 10 il, 11 il müddət oxuysan, buna 3 il yarım. Ümumiyyətlə, bu qanunları bu vəziyyətə gətirib salmaq ölkədə qanunsuzluq üçün meydan yaratmırmı? Biz, Ərəstun bəy, tarix keçmişiksə, yazı gəlir. O vaxt hələ proletariatın dahi rəhbəri Leninin əsərlərində bu məsələlər bilirsiniz də tam açıqlığı ilə qoyulurdu. Və Lenin həmişə əsərlərində belə bir stat gətirirdi ki, ayrı-ayrı Kazan və yaxud da ki, Moskva, Peterburqda qanunlar müxtəlif cür tətbiq oluna bilməz. Qanunlar yazılıbdır ölkə üçün və bütün ölkənin bütün ərazisində eyni cür ikili standartlarla tətbiq oluna bilməz. Siz çox düzgün dediniz ki, bir tərəfdən onu qeyd edeyim ki, həqiqətən də bugün Azərbaycanda dələduzluq sadəcə olaraq ayaq açıb yeriyir. Bu da onunla bağlıdır ki, Azərbaycanda dələduzluq üçün ən gözəl bir mühit formalaşdırılıbdır. Bu elə belə söz deyil. Mən xahiş edirəm ki, bitki-quşnaslar bu məsələ üzərində bir düşünsünlər. Bugün, onlar bilirlər də, Azərbaycanda bugün böyük bir dəstə var ki, deyim də, hətta onlar evdən səhər yeməyini yeyib çıxırlar. Ha. Onlar dələduzluq üçün gedirlər. Onlar başqa iş görmək üçün yox. Və arxeindilər ki, dələduzluğun ölkədə baş alıb getdiyi bir mühitdə heç kim onlar üçün onlara gözün üstündə qaşın var deyən olmayacaqdır. Bugünkü gün 3.000, 5.000, 10.000 məbləğində dələduzluq eləyənlərə ümumiyyətlə heç sorğu-sual eləyən yoxdur. Mən şəxsən özüm prokurorun qəbulunda olmuşam. Cinayətkarın doğrudan dələduz olduğunu heç kimin şübhəsi yoxdur da. Bu adam açıq-aşkar özü də boynuna alır ki, dələduzam. İmkan verin, gedim 2 gün ərzində başqa adamlara atın, gəlim sizə atdıqlarımı qaytarım. Deyirəm, bunu tutun da bəs. Prokuror deyirəm ki, bundan da artıq sənə sübut lazımdır. Bu adam 50 nəfərə atıbdır da, belə göbut formada desək. Yəni,
onun etibarından suyu istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçiribdir. Heç inkar da eləmir bunu. Bir deyil, iki, tutmurlar insanları. Dələduzlara bugün yaşıl ışıqdır. Hara gedirsən get. Onlar da qaydasını tapıblar. Rüşvətxorluq bilirsiniz, baş alıb gedir ölkədə. Dələduzluqla əldə etdiyi vəsaitdən müəyyən bir məbləğini istintaq orqanlarına, məhkəmə orqanlarına verirlər və əllərini önlərine qoyub gəzirlər. Bu böyük bir təhlükəli oyundur. Bugün insanlar, vətəndaş hər addımda dələduzlarla rastlaşırlar. Bir də deyirəm, nəyə görə dələduzluq baş alıb gedir? Çünki ölkədə bunun üçün olduqca sərbəst mühit mövcuddur. Baxın, belə bir misal deyim. Bir neçə çəkmişəm mən efirdən bu misalı. Bilirsiniz də, Azərbaycanda banklardan pul çıxarılmaq cinayəti baş alıb gedir. Yəni vətəndaşları aldadırlar, onun hansısa bank hesablarını ələ keçirirlər və bununla da vətəndaşlara məxsus olan bu cinayətin qurbanları təkcə sıravi vətəndaşlar deyil. Elə vəzifəli şəxslər var ki, 100 minlərlə kartında olan pullar gedibdir. Onlar utandıqlarından açıb pükə bilmirlər. Açıb pükə bilmirlər. Bu cinayətin qurbanları hakimlər də var, istintaq orqanları da var, pensiyasılar da var, hansı ki, böyük vəzifələr tutublar, generallar da var. Bu cinayətin qurbanları olublar. Kasıbdan bu dəqiqə o dələduzlar, Ələsgən bəy, bu dələduzluq mövzusu o qədər böyük, aktual və böyük mövzudur ki, həqiqətən deyim ki, sənə ki, biz ayrıca bir veriliş hazırlayıb bu məsələni danışmalıyıq. Bax, bugün o dələduzlar at oynadılar ölkədə və onların arxasında çox təəssüf ki, istintaq və məhkəmə orqanları dayanırlar. Ona görə də qayıdıram o bank məsələlərinə. Bilirsiniz, mən araşdırmışam bu məsələləri, dəqiq bilirəm ki, bankların özlərinin bilavasitə bu cinayətlərdə iştirakı olmasaydı, o dələduzlar o əməlləri törədə bilməzdilər. Banklar özləri bundan maraqlıdırlar. Yəqin ki, və bu vətəndaşların dələduzluq yoluyla kartlarında olan pulların ələ keçirilməsində bilavasitə banklar xüsusi rol oynayırlar. Siz təbirsiniz, sizcə bugün o qurbanların, yəni əldə etdikləri, itirdikləri pulların məbləği nə qədərdir? 4 milyard manat. 4 milyard manat həmən dələduzlar pul ələ keçiriblər. Sual oluna bilər. Həmən banklar Ermənistanda da var, Gürcüstanda da var, Türkmenistanda da var, Almaniyada da var. Nəyə görə? Həmən dövlətlərdə vətəndaşlar belə kütləvi şəkildə dələduzların qurbanına çevrilmirlər. Bax, bu sual budur. Qoy bizim istintaq orqanları, məhkəmə orqanları, prokurorluq bunu düşünsün. Nəyə görə? Bank hər yerdə bank var da, dələduzlar da hər yerdə bank var. Nəyə görə Azərbaycanda dələduzun qurbanları olan insanların sayı 200 mini keçibdi? Bilirsiniz, zərər çəkənlərin, bir ölkədə zərər çəkənlərin sayı 200 mini keçibdi və onlara vurulan ümumi ziyan isə milyardlarla ölçülür, milyardlarla. Hələ mən bildiyim bir neçə ay bundan qabaqki statistikası ki, 4,5 milyard ziyan dəyibdir. Ancaq mən inanırım ki, bugün bəlkə də 10 milyarda qalxıbdır. Nəyə görə? Bax, ona gəlirəm. Ölkədə dələduzluğun yetişməsi, inkişafı üçün çox gözəl, tarixi bir mühit yaranıbdır. Namizəd bəy, deməli... Buyurun. Bəli. Yox, tamamlayın. Elə şəxslər dələduzluqla məşğuldular ki, biz yoxsaydıq yuxumuza da girməzdi ki, bu şəxslər dələduzdular. Nəyə görə? Çünki dövlət dələduzluğun qarşısını almaqdan maraqlı deyil. Buradan qazanc əldə edənlər, kütləvi şəkildə qazanc əldə edənlər var. Bir tərəfdən dövlətçiliyə nə qədər zərbə vurulur-vurulsun, bunlar üçün əhmiyyət kəsb eləmir. Bax, dediyimiz o məmurlar. Digər tərəfdən də dövlətin siyasi əsasları laxladılır, məhv edilir. Cinayətkarlıq baş alıb gedir. Bugün türmələrdə yer yoxdur. O dələduzları da tutub türmələrə doldursalar, onda gərək insanlar bir-birinin üstündə yatalar. Bax, budur, mühit və o hakimiyyətin bu dələduzluqdan maraqlı olması. Buyurun. Təşəkkür edirəm Namizəd bəy. Mən sualı təsadüfən vermədim. Çünki o banklarla bağlı problemi həqiqətən siz çox gözəl izah elədiniz. Təşəkkür edirəm. Yəni, Gürcüstanda da banklar var, Rusiyada da var, Azərbaycanda da, Türkmenistanda da, Türkiyə və necə olur ki, bu miqyasda dələduzluq, banklardan uğurluq, vətəndaşların əmanətlərini
bir ölkədə, yalnız bir ölkədə baş verir bunlar hamısı. Və sualına görə verdim ki, Azərbaycan dövlətinə, dövlətçiliyinə, Azərbaycan dövlətinin mövcudluğuna təhdid olan amillərdən biri də dələduzluğun belə bir əməkdaşlıq səviyyəsində vüsət almasıdır. Yəni dövlət və icraçı dələduzlar. Dövlət deyəndə bəzən həmvətənlərimiz etiraz edir, deyir dövlət yox, hakimiyyət. Dəyərli izləyicilər, dövlət elə hakimiyyət deməkdir. Hakimiyyət dövlət deməkdir. Dövləti təmsil eləyən hakimiyyətdir. Dövlətin adından danışan hakimiyyətdir. Dövlətin adından qərar verən hakimiyyətdir və hakimiyyətin verdiyi bütün qərarlar dövlətin qərarlarıdır. Ona görə bəli, burada çalışıb ayırmaq lazımdır. Yəni dövlət faktiki olaraq ən azı bu iki amildən, biz hələ iki amili sadaladıq. İqtisadiyyata toxunmadıq, sosial məsələlərə toxunmadıq, təhsilə toxunmadıq, səhiyyə toxunmadıq, əhalinin artımına toxunmadıq. Bu il Azərbaycan 90-cı illərdən bu günə, bu il ən az uşaqların doğulduğu il oldu. Ən az sayda. Faciəvi bir göstəricidir. Bəli. Siyasi Novruzov deyir ki, lazım deyil uşaqların doğulması. Dünyada ən böyük səhv odur ki, artım Azərbaycan kimi bir dövlətdə əhali artımı demək olar ki, dayanıbdır. Bunu da hətta deputatlarımız azalır, Namizəd bəy. Mən bu barədə öz YouTube kanalımda xüsusi çıxışım olubdur və ancaq dövlətin verdiyi rəsmi statistika əsasında sübut eləmişəm ki, bunların o 3 aydan, 5 aydan bir göstərdi ki, əhalinin sayı bu qədər artıb, bu qədər artıb. Hamısı yalandır, ağ yalandır. Bu həmin yalandır ki, neft gəlirləri bərabər bölünür. Bu həmin yalandır ki, 5% işçi var, nə bilim 5% yoxsul. Bu hamısı yalandır. Bu statistikanın hamısı saxtadır. Onlar hamısı otururlar orada statistika komitəsində baxırlar. İlham Əliyev nə dedi? Götürüb onu bir statistik hesabata salırlar. Yəni formalaşdırırlar statistik hesabat şəklində və salam. Bu artıq dələduzluq da, özdə bu bank sektorunda dələduzluq, bu artıq faktiki olaraq ölkədə iki vacib təhdiddən danışdıq biz də. İqtisadiyyatı filanı qoyduq bir kənarlar başqa şeylərdir. Hələ mən ən ciddi təhdidi demirəm ki, ölkədə idarə etmə kollapsı baş verir. İdarə etmə böhranıdır bu. Artıq heç kimlə hesablaşmır. Bir qrup orada, bir qrup burada. Mətbuatı izləyəndə açıq aydın görünür. Mən sizə tam məsuliyyətlə deyirəm ki, mən bu məsələyə münasibət bildirməmişəm. Bu Adnan Əhmədzadə məsələsi bu hakimiyyətin daxilində iki böyük qrupun toqquşmasıdır. Və bunun əlamətlərini görəcəksiniz. Siz də görəcəksiniz, əziz izləyicilər. Namizəd bəy, sizin nəsə bir əlavəniz var? Yox, yoxdur. Məncə kifayət qədər bu məsələlərə toxunduq. Mən sizə təşəkkür edirəm, izləyicilərimizə təşəkkür edirəm. Mənim çox təəssüf ki, telefondan qoşulduğum üçün şərhləri, çatda yazılanları izləmə imkanım olmadı. Buna görə üzürlü sayın. Amma bütün tənqidi fikirlərinizlə, təkliflərinizlə şərhlərdə yazsanız çox məmnun olaram və izlədiyiniz üçün təşəkkür edirəm. Efirdən çıxmamış bəyənməyənlər bir daha bəyənin, xahiş edirəm. Qurban bəyin yanında bizi üzüqara eləməyin ki, bir dəfə efir etibar elədim, onu da apara bilmədiniz. Hamınıza uğurlar, müzakirələrimiz davam edəcək. Bir daha təşəkkür edirəm Namizəd bəy. Gecəniz xeyrə qalsın. Sağ olun, gecəniz xeyrə.